Hepinize selamlar dostlar. Duyduğuma göre Gamer Samet benim hakkımda ifşa yapmış. Yani ifşa edilecek bir tarafım yok. Alt üstü benim o videoda dediklerimi demiş. Yani səhvim yoxdur. Mənə pox yedin zat belə əsaslı belə sözə deyibdi. Mən bunları çox qarışdırmaq istəmirəm. Arenada mən ona göstərəcəm. Mənə deyibdi, pox yer, mən yaşım səndən çoxdur. Böyük ehtimalla yaşım zənidir. Səsim biraz qalın deyil da, yəni ona görə deyil. Yerlə hesab edir. Onu PP'də videoladım, Netpota. Dedim ki video çəkəcəm. Yes, ha. O da dedi yox. Dedim yaxşı video çəkməyəcəm. Dedi ha, sən mən video çəkib vlog eləyəsən. Yəni öz də etiraf edir ki, o məndən zəifdir. Gəlin mən YouTube videoma baxın. Orada kommentlərdə yazıbdı. Nə olar, yalvarıram sizə. Bir dəfə mən yalvarmışdım. Mən onu elə buraxaq söyləm yəni. Hər şeyin bir cavabı olmalıdır təbii ki də. Onu mən neçə dəfə kəsmək PvP-də daha bəsdir. Mən onu 1000 dəfə ifşa eləyirəm. Xeyri yoxdur. Oy, telefon dondu. İndi mən onu nə qədər ifşa eləyim, mənə söyləyim. Mən onu ifşa eləməkdən bezdiyim, o maskası köməkdən bezdiyim. O mənlə uğraşmaqdan bezmədi. İndi o görəcəkdən ha. O görəcəkdir, onu mən məl edəcəm. O çox qavağa gedir. Amma narahat olmayın. Onun kodunu alacağım. Daha doğrusu mən PP çağırıram, gəlmir. Bilmirəm, niyə PP gəlmir, mənə də maraqlıdır. Deyir ki, mən video qoyasam, mən lağ eləyəsəm falan. Deyirəm, əgər lağ eləməyəcəm. Mən ifşa eləmək istəyirəm, amma ifşa edəcək bir tərəfində yoxdur. Boş-boş danışıbdır, onun videolarına baxdım. Yəni, mən nəyimi şayə edəsdir ki adam. Mən səhvim yoxdur. PvP-də səhvim ola bilər, amma mən sən nağarmışam. Elə ağır təhqir eləməmişəm mən buna. Niyə mən belə elə sürür? İndi mən buradan ona səslənməm. O məndən bir VP gəlsin. Ona dəvət edirəm. Onu Uğucu, Kristal, bütün PvP növlərinə dəvət edirəm. Mənlə PvP atmağa gəlsin. İndi özüm ofisine də. Neyse, indi mən özüm elə-bilə danışdan PvP atıram. Elə-bilə söhbət üçün. Yəni, tüm gücündən PvP atmıram da, yəni. Lan çox moddan da qoşmamışım. Neyse, bunları atlayaq. Özüm onsuz elə-bilə PvP atıram. Yəni, özünüz də görün. O niyə elədi? Olmaya maraqlıdır. Mən ona nağarmışam. Mən ona nağarmışam, deyə bilərsiniz. O mən sataşdı, mən də onu ifşa eləyəndə pis mən oldum, eləmi? Onun abonəsi çoxdur, deyə onu tutursunuz. PvP mobildə mən ondan üstünəm, modlarda mən üstünəm, hər şeydə mən üstünəm. Amma onun Allahdan prim kasırdı, Peyğəmbərdən prim kastı, sonra bayrağa keçdi, özünüz görürsünüz də. Niyə o tərəfini tutsunuz? Mən abonəm azdır deyə, elə. Mən abonəm onun üçündən azdır deyə, mən tərəfini tutmuşsunuz, eləmi? Onun abonəsi çoxdur deyə, onun tərəfini tutsunuz. Valla onun tərəfini tutanlar utansın. Çünki valla nə deyim, abonəsi çoxdur deyə onun tərəfini tutan bəzi insanlar var. Ayda bir hassasiyetimi gərək dəyişdirməzdim. Ayda hassasiyetimi gördüm. Uşaqlar neysə də, yəni biləm hassasiyyətim görsənir, oğraya bilər, mən hassasiyyətim. İstədiyi qədər oğrasın, mən sizə bir çata bilməzim, mən ayarını nətər oğrayacam. Onun üçün də demələ nətər oğrayacam.
Yəni istədiyi qədər mən ifşa eləmək istədim. Mənim səhv tərəfim yoxdur. Mən sizə qarşı heç bir səhv tərəfim olmuşdur. Yəni bütün gün ondadır. O mən sadaşdı, mən də qarşılığını verdim. Sonra pis mən oldum. Elə kiməsə qarşılıq verəndə pis mən oldum. Mən pis sayıram, eləmi? İndi bilirəm, bəziləriniz Qamer Səmədin fanatlar deyəsiz ki, sən ancaq burada uduzdun. PP-də uduzumam. Girin mən videoma baxın, uduram hamısında. Sadəcə mən burada video çəkirəm. Və özüm tüm diqqətimi vermirəm. Bunu başa düşün. Bu bir. İkincisi də Qamer Səmədin fanatlarını səslənirəm buradan. Sizin tərəfləriniz nə oldu? PvP mənlə qabaq-qabağa gəlməyə qorxur. PvP dəvət deyirəm gəlmir. Deyir mən video çəkirsən, mən biabır eləyəsən. Ona PvP atmışam. Mənim kanalımda var. Gelib baxa bilərsiniz. Adı Qamer Səməddən qısa sandı. Source videosunda da var. Bir axı PvP-də. Bir də axı PvP-də onu yarım qəlb qurmuşdu. Baxın bu qarşındakı bu ehtimal pecədir. Qamer Səmədi sabahda mən yəni bu PC ucardı. O mənlə bu səviyyədə döyüşüb belə PvP atır. İndi məndə lanklar baxın, mən 126-dır, 12-15-dir yəni. İnternet fərqi var arada. Heç internet fərqi olmasa mən udardım. Böyük ehtimala bax, bir qəlblə uduzdur. O bir qəlbi qala uduzdur o bax. Görürsən. Güclü olduğum sübutu. Amma o niyə gəlir mənə elə söykü, poxuyur falan. Deyir, ağzına pox dolduracam, sonra cırılacaq. Çox saçma sözlər deyil. Yəni onunla arenada mən kapışmaq istəyirəm. Baxım ki, arenada da o sözləri mən deyə biləcəm. Böyük ehtimalla PC dostları var onun. Emre S falan Primo. Mən qalanacaqım, mənlə PvP atmayacaq. Onlar çağıracaqdı, deyəcək ki, ağlayacaq ki onlara. Mən Azelmir beni keçəcək, PvP-də ifşa yapacaq. Lütfen onlardan elə. Çünki bir dəfə qabaq-qabağa gəlmişdim. Emre'yi axidə 3-2 uduzdum. O PC'dir çünki uda bilməzdim. PC şiniklərdir. Amma özülə axidə deməli mən videolarında var, görə bilərsiniz. Onu mən axidə udumşam. 6-2, 5-2. Deyir ki 5 mənim, sən yalancı sənsin. Bunu sən mən yalancı çıxartmağa çalışır. Bilmirəm niyə. Adam yəni bəzi şeylər ortaya qatmaz. Mən ondan PvP attım, uddum. Qəbul eləsin yəni. Onun fanatları da qəbul edir. Mən üstünə. Mən eqom var, yəni mən mərcə girərəm ki, mən indi hassasiyyətini düzəldəcəm. Mən mərcə girərəm ki, mən digər mobil PvP-lərdən güclüyəm. Mərcə girərəm. Azərbaycan və Türkiyədən. Çünki elə yerlər var ki, Fransa, Rusiya. Məsələn, Rusiyadan, mən indi bildim Rusiyadan Amerikada, yəni İngilislərdə. Rusiya və İngilislərdə, yəni Amerikada. Mobil PvP dəhşət yayılıb, onlar çox güclü oynayır. Onları bəlkə udaram, amma Azərbaycan və Türkləri çox asanlıqla udaram. PC formalarını yox ha. Azərbaycan PC-lərini bəzən udaram. Çünki Azərbaycanda elə cavan uşaqlar var, PC-ləri çox zəifdir. Qamer Səmədin, hələ Qamer Səmədin ayarı standart ayardır. Mən ayarıma baxın. Onun ayarı standart ayardır. Standart ayardır, gəlir mən meydan oxuyur. Bir normal mobil PvP-ci gəlir onun özün ayarı olar şəxsi. Amma oyunun verdiyi ayardan oynayır. Bu nə biabırçılıq. Hələ gəlir məni utanmadan ifşa etməyə çalışır. Amma səhvim yoxdur, ifşa edə bilmədi. Amma fırlaq tutmayın.
Deyəsən 10 fanatıdır. Uşaqlar, bu arada mən də Teknoblem fanatıyım, siz deyim yəni. O güclü PC'dir. Baxın, PC olduğu sübutu. İndi tüm gücünlə VS atacağım, baxın. Ayrıldı. Yəni sesim yoxdur yəni. Qamerası mənim tərəfim tutanlar yəqin ki sizə Allah tərəfindən manipülasyon edin. Bütün kanka videodan. Ne oldu? Bir dakika aga, ne oluyor? Anlamadım. Pardon. Uşaqlar, yəni qamerası mən deyil, yerə sərəcəm. Bunu başa düşün.